Verilişin baş sponsoru Hacı Ceylon çayları. Hər dəfə bax buradan Xəzərə baxanda özümə sual verirəm. Görəsən dərinliyə baxmaqmı, yoxsa səthdəki o parlaqlığa mı? Xəzər bizi çox düşündürür, Xəzər bizə ruh verir, Xəzər bizə sevinç verir, Xəzər bizim kədərimizi bölüşür. Xəzər bizim əzizimiz, Xəzər bizim sevgimizdir. Hər birinizin hər vaxtınız xeyirli olsun əziz tamaşaçılarımız. Xəzərin sahilindən sizi salamlayırıq və bugün Xəzər ruhunu yansıdan, hər zaman bax ona baxanda bir Bakı abu-havasını, Azərbaycan incəsənətini, Azərbaycan mədəniyyətini öz stilistikasında yansıdan, ən az mənim üçün belədir. Gözəl bir insan Xəzərin sahilində bizimlədir. Ayaz Salayev kinoşünas, kino rejissor. Ayaz Salayev uzun illər Azərbaycan televiziyasında, Azərbaycan mavi ekranlarında hər zaman mədəniyyətdən, kinodan, insan həyatından, insan fəlsəfəsindən, həyat hekayələrindən danışan bir insan bugün bizim bu ali kürsümüzdə əyləşib və bu mənim üçün də çox xoşdur. Ayaz müəllim, xoş gəlmisiniz. Sizi salamlayıram. Çox sağ olun. Hər vaxtınız xeyir olsun. Çox sağ olun. Ayaz müəllimin həm də mənim üçün özəl bir tərəfi də var. Ayaz müəllim kimi bir insandan bir rəy almaq, Ayaz müəllim kimi bir sənətkardan, bir mütəxəssisdən, peşəkardan rəy alıb hər hansı bir mərhələyə addım atmaq böyük bir şərəfdir. Siz müəllim olaraq, Ayaz müəllim, bugün Xəzərin sahilindəsiniz və siz kino rejissor, kino şünas kimi çox tədqiqatlar aparmısınız. İnsan fəlsəfəsi, bu insan bəşəri keçirdiyi hissləri. Çünki hər ölkənin, hər tarixin, hər dövrün özünün özünə məxsus bir mühiti var. O mühiti tədqiq eləmək eyni zamanda insanı tədqiq eləmək deməkdir. Necəsiz? Xəzərin sahilində özünüzü hansı ampulada hiss edirsiniz? Sağ olun, çox sağ olun ki, dəvət eləmişsiniz. Xəzər mənim üçün çox mühüm bir şey. Mən ümumiyyətlə heç yerdə, yəni ancaq Xəzərin sahilində yaşaya bilərdim. Yəni başqa bir məkan, yəni mənim üçün qeyri-mümkündür. Belə, bu qədər. Çox sağ olun ki, dəvət eləmişsiniz. Suallarınıza cavab verməyə hazıram. Əlbəttə ki, Ayaz müəllim, suallarımız sizə, sizin o fəaliyyət dövrünüzdə söylədikləriniz və eyni zamanda həm də bir daha altını çizərək deyirəm, insani və bəşəri hisslərin müstəsna həyatımıza təsiri haqqında olacaq. Amma ilk olaraq istəyirəm ki, Ayaz Salayev, bugün Ayaz Salayev hansı mərhələsindədir, ruhunun hansı mərhələsindədir? Bəli. Yox, mən bir şey deyə bilərəm ki, mən cavanlığıma qayıtmaq istəmərdim. Mənə elə gəlir ki, mən inkişaf edirəm, həmişə düşünürəm, həmişə dəyişirəm. Bu baxımdan yaşadığın mühitə, həyata, tarixə diqqətli olmaq lazımdır. İmkan dairəsində diqqətli və istər-istəməz mühit, həyat sənin dünya görüşünü bəzən müəyyən bir dəyişikliklər gətirir. Sən öz mövqeyində qalırsan, amma bəzi şeylər dəyişir. Məndə indi çox şey dəyişir, düşünürəm gələcək tarix, çünki müasir tarix müasir həyat çox maraqlı inkişaf edir. Çox, ümumiyyətlə deyə bilərəm ki, yaşamaq son dərəcə maraqlıdır, son dərəcə maraqlıdır. Və bu maraq məndə daha çox, yəni 80-ci illərin axırlarından 90-cı illərin əvvəllərində yaranıb. Mən Sovet vaxtında daha çox keçmişlə yaşamışam, sözün düzü, keçmişlə ki, mənim keçmişdə idi. Amma ondan sonra yox, mən gələcəyə baxıram və çox böyük maraqla baxıram. Biz hamımız çox maraqlı bir dövr yaşayırıq. Çox maraqlı. Nədir marağımız? Nədədir o maraq? İnsanlar dəyişir. Mənim yadımdadır, mənim 65 yaşım var. Və mənim çox gözəl yaddaşım var. Mənim elə 60-cı illər yadımdadır. Mən görürəm, necə insanlar dəyişir, necə mühit dəyişir, necə münasibətlər dəyişir. Bu özü-özündə necə cavanlar, tamam yeni bir nəsil gəlir. Bu özü-özünü bəzi şeyləri onlardan qəbul edirsən, bəzi şeyləri qəbul edəmirsən, bəzi şeyləri öyrənirsən onlardan. Yəni bu özü-özlüyündə çox maraqlıdır. Həyat son dərəcə maraqlıdır. Xüsusilə o yük çiynimizdən
düşəndən sonra mən təbii Qarabağın əldə etdim. O yük tamam daha maraqlı oldu. Daha nəfəs, yəni sərbəst nəfəs almaq oldu. Yəni belə keçmişdən bu başımız uca günümüzə oldu. Ayaz müəllim, keçmişdən bu günümüzə nəyi gətirib gələcəyə ötürməliyik və nəyi isə ötürməməliyik? Filtr. Bu gün biz filtrik. Və Gözəl sualdır. Çox gözəl sualdır. Mən belə düşünürəm. Keçmişdən peşəkarlığı biz və savadı biz keçmişdən gələcəyə ötürməliyik. Əfsuslar olsun ki, müasir sənət adamlarında o savad o qədər də yoxdur və mən elə düşünürəm ki, hər bir sənətlə məşğul olan adam ilk növbədə özünü dünya mədəniyyət prosesinin bir hissəsi kimi duymalıdır, hiss eləməlidir. Özü yenilik gətirməlidir. Amma sən bilirsin, səndən əvvəl dahilər olub. Səndən əvvəl dahil bu müəlliflik kinoda gedir. Bu peyğəmbərlik, dünya mən Azərbaycan kinosunu nəzərdə tuturam. Bütün dünya kinosunu nəzərdə tuturam. Bu gedir və onu keçmişdən biz ötürməliyik ki, hər şey, yəni burada varislik olmalıdır, varislik olmalıdır. Sizdən əvvəl sənəti yaradan adamlar, onlar sizin valideynlərinizdir, belə düşünmək lazım. Onlar sizin əcdadlarınızdır. O damara qovuşub oradan, yəni bu mən müsbət şeylərin keçmişdə nəyi ötürməməliyik, o məlum məsələdir. Biz Sovet dövründə yaşamışıq və Sovet imperiyası bir anlayışı var idi. Mən bəzi adamlardan, amma bizdə bu yoxdur. Nostalgiya Rusiyada var, hansısa başqa. Bizdə o, xalqımızda o keçmişə, Sovet keçmişə mən baxıram ki, şükür Allaha, nostalgiya yoxdur. Bizdə fikir verin, Komünist Partiyası yaranmayıb, belə müxalifət partiyalarının arasında və s. O həsrət yoxdur. Və o keçmişdəki o imperiya şuurunu təbii ki, gələcəyə ötürmək olmaz, amma elələri var, amma imperiyanın, Sovetin həsrətini... Amma bizim üçün o dövr, o 70 il dövrü həm də mədəni baxışa, incə sənət yönündə müəyyən bir perioda zəmin yaratdı. O bizdə qaldı ondan. Sizcə o bizə verdi, yoxsa bizdən aldı? Oy Allah, elə çətin sual verirsiniz ki. Elə çətin, mənim cavabım yoxdur bu sual. Vallahi mən çoxdur, mən hər gün, siz mənə verdiyiniz sual, mən hər gün düşünürəm bu haqda, hər gün düşünürəm bu haqda. Bir şey necədir, bir tərəfdən nəyisə aldıq. Nəyi aldıq? Təhsili, müəyyən bir şey. Aldıq, qazandıq yəni. Qazandıq, əldə etdik. Digər tərəfdən mənliyi olan adam həmişə düşünür ki, belə bir şəraitdə onu əldə etdik. Belə bir qandalların, əlimizdə qandalların içində. Milli təfəkkürümüz boğuldu. Belə bir məhdud bir sərhədlərin içindəydik ki, mənliyi olan adam, azadlığı sevən adam və s. O milli mənsubiyyətini hər zaman duyan adam təbii ki, belə bir şəraitdə onu aldıq ki, məsələn, mən Moskvada oxumuşam. Kinematografiya institutunda çox gözəl təhsil almışam. 8 il aspiranturada oxumuşam, 8 il. Amma mən bilirəm ki, o adamlar ki, bizə təhsil verirlər, həmin adamlar dəmir pərdə yaratdılar ki, biz neft ölkəsi Oxfordda, Cambridge'də, Harvardda oxuya bilmədik. İstanbulun özündə oxuya bilmədik. Məsələn, İslam dünyasının incəlikləri, o xəzinəsi Əl-Əzhar Universitetində bizim üçün bağlı idi və s. Yəni, bu münasibətim ona görə çox bir mənalı deyil. Amma digər tərəfdən təhsil var idi. Məcburi təhsil. O da bir sistemin diktəsi idi. Yəni, bu baxımdan mənim münasibətim son dərəcə ikilidir. Amma onu da o haqda düşünürəm ki, mən yenə də deyirəm, mən uşaqlıqdan müstəqillik arzulamışam. Mən hər gün bayrağımızı görüb sevinirəm və möcüzə kimi qəbul edirəm. Hər gün. Amma
O vaxtda da filmi fikirləşməyə bilmərəm ki, məsələn, 30 il ərzində Tahir Salaxov, Qara Qarayev, Vaqif Mustafazadə gəlməyib. Bu da var. Bu vaxtda da düşünmək lazım, niyə görə? Bu vaxtda ciddi düşünmək lazımdır. Çox ciddi düşünmək lazımdır. Siz soruşursunuz, niyə görə? Mən də soruşuram, niyə görə? Bu müstəqillik unikal bir məsuliyyət hissi doğurur, məsuliyyət hissi. Bunu hər zaman duymaq lazımdır ki, siz artıq bir müstəqil bir ölkənin mədəniyyətini yaradırıq biz. O mühitə, bunu hər zaman duymaq lazımdır. Yenə də mən keçən il ya bu ilin nə vaxtı Muğam Festivalının açılışındaydım. Heydər Əliyev mərkəzində. Çox sağ olsunlar, mənə dəvət elədilər. Mən gördüm ki, Muğam yenə də inkişaf edir. Mən elə bildim ki, Muğam da inkişaf eləməyəcək. Yox. Allah, o bizim Muğam, Türklərin, Özbəklərin yanında, onlar bizim yanımızda heç nədir. Yəni, belə bir ruh yüksəkliyi mən orada gördüm. Belə bir ruh bizim Muğam ifaçılarımız. Belə bir ruh. O ruh yüksəkliyini başqa sahələrdə də biz görsəydik, ədəbiyyatda, kinoda, onda çox yüksək bir mədəniyyətimiz olardı. Ayaz müəllim, teatr sahəsində də biz deyə bilərik ki, uğurlar qazanırıq, əsərlərə müraciət olunur, teatr salonları dolur anşlaqlarla, klassik əsərlər, yeni əsərlər, yeni aktyorlar, bu aktyorların səhnədə birbaşa tamaşaçı ilə təması və s. Hətta bəzi məqamlarda biz yeni gənc nəslin necə istedadlı müəyyən formada özünün təqdimatını görürük. Muğam sənəti inkişaf edir, vokal sənətimiz inkişaf edir. Bilirəm nəyə gətirirsiniz, yavaş-yavaş. Bəli, Ayaz müəllim. Niyə məhz kino? Bu kino ki var. Yox, mən birincisi kino digər, Muğamı qıraqda qoysaq, ədəbiyyat, kino onlardan çox əskik də deyil. Mən deyirəm, həmişə kino haqqında, niyə kino zəif, niyə kino, ədəbiyyat bəyəm, müasir ədəbiyyat bəyəm, nə səviyyədədir? Teatr deyirsiniz də mən də. Bəli, kinodan bir qədər bəlkə, amma yenə də müqayisə eləmək belə düzgün olmazdı. Mən elə düşünürəm. Bəli, o məsuliyyət hissi, sənətkar. O hər şey, yəni burada o maddi məsələlərdən danışanda, təşkilat məsələlərdən danışanda mənim üçün bu söhbət heç maraqlı da olmur. İnsan, hər şey insandan asılıdır. Sənətkarlar gəlməli. Mən yenə də deyirəm, bir tərəfdən qəlbinin birisi dünya mədəniyyətinə açıq olan, təkcə kinoya yox, dünya mədəniyyətinə açıq olan və bu yaşadığımız zamanı qəlbdən keçirib ekrana gətirmək. Bu istək olanda, bu niyyət olanda kino da inkişaf edəcək. Həyatı sevmək lazımdır. Yaşadığımız dünyaya diqqətlə baxmaq lazımdır. Mən elə düşünürəm. Həyatı, insanları özündən çox sevmək lazımdır. Bu çox çətin bir şeydir. Həyatı, kimisə, nəyisə, xalqı, milləti, tarixi, incəsədi özündən çox istəmək. Bu çox çətin bir şeydir. Mən deyə bilmərəm ki, mən nəyisə özümdən çox istəyirəm. Amma məqsəd bu olmalıdır, mən elə düşünürəm. Diqqətli olmaq lazımdır cavanlara, nəsillərə, necə inkişaf edir, necə həyat ölür, necə geyinirlər, necə danışırlar, necə adətlər dəyişir, necə davranış dəyişir, Buna hamısına böyük sevgi ilə və böyük diqqətlə baxmaq lazımdır və onu əks etdirmək lazımdır. Mən elə düşünürəm. Mən çaydan içməyi sizə təklif eləyirəm. Ayaz müəllim. Bax, belə bir məqamda məncə boğazı yaşlamaq lazımdır. Əziz tamaşaçılarımız işarə edirlər, reklamların zamanıdır. Çox qısa bir aramız var və biz burada Ayaz Salayevlə Azərbaycan mədəniyyətinin kino sahəsindən danışırıq və biz çox istərdik ki, bu sahədə nəhayət ki, dünya çapında birinci və birincilərdən olsun. Qısa fasilədən sonra buradayıq. İçdiyimiz çay isə Hacı Seylon çaylarıdır. Verilişin baş sponsoru Hacı Seylon çayları.
Verilişin baş sponsoru Hacı Ceylon çayları. Ayaz müəllim, sizcə zövq formalaşır, yoxsa ki doğulur? Formalaşır təbii. Ayaz müəllim, dünyadan getməyə hazırsınız? Yaşamaq çox maraqlıdır. Çox maraqlı, həyat çox maraqlı. Reklamlarımız bitdi, əziz tamaşaçılarımız. Hacı Ceylon çaylarının baş sponsorluğu ilə sizinləyik. Xəzərin sahilindən sizi salamlayırıq və bugün Xəzər adamı Xəzərin sahilindədir. Xəbəriniz olsun ki, Ayaz müəllim, bizim artıq tamaşaçılarımız da bilir, qonaqlarımızın arasında xəzərçi və qeyri-xəzərçi deyə bir tərəflər artıq müəyyən olunub. İnsanlar var, qonaqlar var ki, gəlir deyir, Xəzərin mənim üçün sadəcə bir təbii varlıqdır. O qədər ruhi bir bağlılığı yoxdur. Yox, mən xəzərçiyəm. Amma insan var ki, Xəzərin ruhu onun inkişafına... Yox, mən xalis xəzərçiyəm. Sizin yeriniz artıq mən onu təyin elədim. Ümumiyyətlə, dənizin sahilində yerləşməyən şəhərdə heç vaxt yaşaya bilməzdim. Heç vaxt. Elə bil ki, mənə çatmır nəsə dəniz. Həm də çox maraqlıdır ki, digər şəhərlərdə, digər ölkələrdə oluruq, müəyyən dənizlərin sahilinə gedirik və heç biri bu ətri vermir. Bu ətir tamamilə fərqli ətirdir. Mən bir çox ölkələrdə olmuşam. Mənim ən sevdiyim məkan Abşerondur. Bəli. Ən sevdiyim məkan, Şüvəlan, Mərdəkan, Bizona, çox. Ayaz müəllim, bax o zonada da, oranın insanı da əsl dəmlənmiş pürrəngi çaya xüsusi önəm verir. Çayımızdan içirsiniz. Çox gözəl çaydır, çox sağ ol. Dadını fərqləndirən bir xüsusiyyət varmı? Yox, mən çay baram, çay yaxşı. Yaxşı çaydır. Bu Hacı Ceylon çaylarıdır, əziz tamaşaçılarımız və biz Hacı Ceylon çaylarının tərəfdaşlığı ilə, əməkdaşlığı ilə sizinlə bərabərik. Bu dəqiqələri sizə məhz onlar bəxş eləyirlər və qonağımız isə Ayaz Salayevin təqdimata heç bir ehtiyacı yoxdur. İllərdir biz onun səsi ilə, ahəngi ilə, özünə məxsusluğu ilə, öz tərzi ilə onu izləmişik və onun bizə yansıtdığı mədəni elementləri özümüzə əxs etmişik. Ayaz müəllim. Ayaz müəllim, sizcə zövq formalaşır, yoxsa ki doğulur? Yəni özümdən deyə bilərəm ki, mənim yaxşı yaddaşım var. Çox yaxşı. Hələ özümü üməkləyən də yadımdadır bir epizod. Yəni biz bir evdə yaşamışdıq. O Nizami metrosu ilə üzbəüz. Mənim 1 yaşım olanda oradan köçmüşük. Amma orada olmam, yəni bir xatirəm var. Yəni müəyyən bir təəssürat, uşaqlıqdan aldığım təəssürat necə məni formalaşdırıb mən bilirəm. Məndə necə 11-12, özümdən danışa bilərəm, 11-12 yaşımdan incəsənətə maraq yaranıb yadımdadır. Necə 13-14 yaşımdan artıq dostlarımla təsəvvür biz simfonik konsertlərə, filarmoniya, konservatoriyaya gedirdik. O da yadımdadır. Yəni yəqin uşaqlıqdan o tələbat var və sonra formalaşır. Yox, yəqin ki zövq yəqin doğulur. Ayaz Salayev kimə çəkib? Nə mənada? Atasına, babasına kimə çəkib? Kimə oxşayıb? O doğulan zövq kimə borcludur? Atamdan da, anamdan da babalarımı görməmişəm. Amma mənə elə gəlir ki, nəyəsə məndə əsas oxşamır valideynlərim, babalarıma. Nəsə məndə bir özünə məxsusluq var yəqin ki. Ayaz müəllim, mən çox özümü fərqli hiss edirdim həmişə. Amma bir genetik kod da var. Yəni genetik kod mümkün deyil. Yəni ki, o belə bir hətta ifadə də var, 7 arxa dönən, yəni 7 nəsil. Ola bilər ki, sizin tanımadığınız, bilmədiyiniz hansısa babalardan hansısa bir elementi daşıyırsınız. Əslində bu bioloqlara verilən suallardır. Çünki bioloqlardan o zamanlar Darwin deyirdi ki, insan meymundan əmələ gəlib. Amma sonra biologiyada da belə bir
tərif qəbul olundu ki, belə bir prizma qəbul olundu ki, həyatda qazanılan əlamət irsən ötürülmür. Yəni Jean-Baptiste Lamarck, Carl Linné belə hesab edirdilər ki, həyatda qazanılan əlamət irsən ötürülmür. Məsələn, həyatda qazandığın hər hansı bir əlaməti sən irsən ötürə bilməsən. Amma zaman-zaman biz bunun təksibini gördük. Hətta o dövrdə belə alimlər bir-birlərinin əksini deyirdilər. Əgər insan meymundan əmələ gəlirsə, demək təkamül dövründə insan olur. Yəni yaşayır, müəyyən məişət sferasında dönür kamil insan olursa, bunu həyatda qazanır. Bəs necə ötürə bilir? Yəni bax belə bir paradoksal bir fikirlər var. Bunun əslində genetikaya da birbaşa təsiri var ki, biz həyatdan qazanırıq. İncə sənəti, görməyi, götürməyi, reflektor müəyyən şuuraltı bəzi kodlaşdırılmış bir xüsusiyyətləri ki, biz də onu ötürürük insana. Növbəti insana, övladımıza, nəslimizə mən bundan və s. razıyam. Bizdə eyni zamanda genetik yaddaş vasitəsilə müəyyən bir təsəvvürlər var ki, onlar nəsildən nəsilə keçir, təbii. Amma insan ümumiyyətlə özünə məxsusdur, özünə məxsus. Bütün əsərlər, hətta bir sırada deməzdim, bütün əsərlər ağrıdan, acıdan yaranır. Ağrı acıdan yoğrulur, yaranır. Və insan böyüyür, insan kamilliyə çatmağa, böyüməyə, o mərhələyə çatmağa gedən o yolda mütləqdirmi ki, böyüməyi üçün ağrısın? Sevincdən insan böyüyə bilməz? İş ondadır ki, həyatda gördüyümüz birinci əməl, hər adamın birinci əməl, yadımızda qalmasa da biz dəqiq bilirik, biz nə edirik? Birinci biz nə edirik? Dünyaya gözümüzü ağlayırıq. İnsan ağlayır çünki ana bətninə 9 ay ərzində öyrəşir və birdən böyük bir dünyaya çıxır və qorxur. Ona görə doğulanda ananın üstünə qoyurlar ki, yenə də o yaxın olsun. Bu qorxu hissi ki, insan hansısa bir dünyaya göz açıb ki, bu dünya o qədər də gözəl bir şey deyil. Və ona görə də məsələn, dinlərin əsasında hansı bir əhvalatı ki, Adəmlə Həvvanın cənnətdən xaric edilməsi. Yəni ki, harada bir cənnət var, amma yer kürəsi, həyat cənnət deyil. Və bütün incəsənətin ən başlıca mövzusu poeziyanın, hələ kinonun, elə budur ki, həyat cənnət deyil. Bir ideal var ki, bu ideal gerçəkləşmir. Hamlet kral olmalıdır, olmur. Romeo və Julieta qoşa qarıyıb uşaq doğmalıdır, olmur. Fikir verin ki, məhəbbət haqqında bütün əsərlər, xoşbəxt məhəbbət haqqında seriallardan başqa bir şey yoxdur. Yəni sənət əsəri ən çox bədbaxt məhəbbət. Yəni cizgarım ki, ideal gerçəkləşmir. Və hər bir sənət əsərinin başlıca mövzusu məncə ondan ibarətdir ki, ideal gerçəkləşmir. Həyat cənnət deyil. Bu elə bir ki, hər bir sənət əsəri, sənətkar elə bir ki, o dünyaya göz açan körpəyə bənzəyir ki, o ağlayır ki, bu dünya axı bu cənnət deyil və itirilmiş cənnət həsrəti. Bu ümumiyyətlə mədəniyyətin bir əzəllərindən biridir. Digəri isə qurban adətidir. Qətlə yetirir, kimsə ölür, nəyinsə naminə kimsə ölür. Kimsə qətlə yetirilir, fikir verin də. Məsələn, yeni Azərbaycanın rəmzi nədir? Şəhidlər xiyabanıdır. Ki, şəhid qanı tökülür və onun üstündə yeni bir din yaranır, məsələn, yeni bir Aşurə günü, məsələn, şəhid qanının üstündə yeni bir dövr yaranır, yeni bir ölkə yaranır, yeni bir ideologiya yaranır və s. Yeni bir din yaranır. Bu iki qurban, bir də itirilmiş cənnət. Acı. Yenə də acı insanı böyüdür, acı insanı inkişaf etdirir və o kamilliyə çatmaq üçün nələrisə itirmək lazımdır. O ağrının üzərindən sən ucala bilirsən. Əslində həyat o qədər hesablanmış, həm bioloji, Ayaz müəllim, həm də ki, belə vizual olaraq, düşüncə olaraq da. Kardioqrama, ürək kardioqraması ziqzaq
formasında gedir və ziqzaq formasında düşürsən, qalxırsan, düşürsən, qalxırsan. Və biz suyun dibinə düşəriksə, ayağımızı yerə vurmalıyıq ki, biz qalxaq. Biz hündürlüyə hoppamaq istəsək, biz ayağımızı yerə vurmalıyıq ki, Çox gözəl danışırsınız, çox maraqlı, çox gözəl. Yəni, mən sizi qulaq asıyorum. Estağfurullah Ayaz müəllim. Yəni ki, tramplin, biz əgər yüksəkliyə ucalmaq istəsək, biz o tramplində ayağımızı aşağı vurmalıyıq ki, qalxaq. Bax, bu refleksin özü həyat deməkdir, enmək və qalxmaq. Bəli. Hətta bildiyim qədərilə iqtisadçıların çox sevdikləri bir rəqəm var. Sizcə o rəqəm hansı rəqəmdir? İqtisadçıların sevə biləcəyi rəqəm hansı rəqəm ola bilər? 0. Bəli, 0. Çünki 0-dan sonra artıq inkişaf var. O da kardioqrammanın axırıncı aşağı nöqtəsidir. Bu mənada bəli, acılarımızdan doğulur inkişaf və yeni ideyalar. Hətta belə bir yeri gəlmişkən körpə uşağın ana bətnindən çıxıb qorxusundan danışdıq. Ayaz müəllim, deməli tədqiqatçılar belə bir qənaətə gəliblər ki, analar körpə uşaqları yatızdıranda, lap körpə uşaqları adətən belə səslə yatızdırırlar. Niyə biz x demirik, niyə puf demirik, niyə o demirik, niyə a demirik, ancaq ş. Sizcə niyə? 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 Ana bətnində dölyanı mayenin içərisində uşaq şırıltı eşidir. O şırıltını sən təmin eləmək üçün o uşağa ancaq ş hərfi ilə sən onu daha güvənli bir aura yaradırsan. Qulağı ilə eşidir uşaq. Bu baxımdan ümumiyyətlə deyək ki, biz hər gün doğuluruq, hər gün dünyanı dəyişir, ölürük. Səhər oyananda biz də ki, dünyaya göz açırıq, yatanda biz də ki, ölürük. Hər gün biz təzdən doğulur. Ya belə bir ki, nəysə xatırlayırıq, onu xatırlayırıq ki, vaxtı ilə dünyaya bir gün göz açmağımızı xatırlayırıq. Və dünyanın bir günündə nə vaxtsa dünyadan getməyə hazırlaşırıq, hər gün məşq edirik. Ayaz müəllim, dünyadan getməyə hazırsınız? Yox. Ölümdən qorxuram. Yaşamaq çox maraqlıdır, çox maraqlı, həyat çox maraqlı. Heç vaxt. Yemək ölümdən qorxuram, çox qorxuram. Və nə qədər çox yaşasam, o qədər də yaxşı. Ən çox nəyi itirdiyinizə heyfslənirsiniz? Heç nə. Mən normal, yəni səhvlərim də olub, hər şey də olub, amma onsuz həyat yoxdur. Əgər siz nədənsə heyflənirsinizsə, deməli siz cəsur deyilsiniz. Bu keçdiyim yoldur. Bəli, bu səhvlər də olmalı. Yəni etdiyin hər hansı bir səhvə sahiblənirsən, ona görə peşman deyilsən. Yox. Bu müəyyən bir müsbət nəticələrə gəlir. Məndən sorsaydılar ki, sən istəyərdin təzdən həyatı yaşayasan və müəyyən bu səhvləri eləməyəsən, mən qəti razı olmazdım. Çünki axı nailiyyətlər də olur. Qorxuram ki, bu nailiyyətlər olmayacaq. Ayaz müəllim, çayımızı içək, ağzımızda da gəlsin. Əziz tamaşaçılarımız, Hacı Seylon çaylarının baş sponsorluğu ilə sizinlə bərabərik. Xəzərin sahilindən sizi salamlayırıq. Ayaz müəllim Salayev bizimlədir. Bakılı, Xəzərçi Ayaz Salayev. Və bugün biz həm keçmişə, həm gələcəyə baxış bucağından baxıb, həm də bir filtr rolu oynayırıq. Nə dərəcədə bunu bacarırıq? Yəqin siz də bizimlə bərabərsiniz. Bunu siz daha yaxşı görürsünüz. Qısa bir aradan sonra buradayıq. Reklamların zamanıdır. Demək ki, artıq Hacı Seylon çayları haqqında geniş məlumat verməyin zamanıdır. Biz hər zaman öz sevdiklərimizi, öz seçdiklərimizi çay süfrəsinə dəvət edirik. Çünki bilirik ki, çay əhval-ruhiyyəmizə gözəl təsir edir. Həm də çay insan orqanizmi üçün çox faydalıdır. Çünki tərkibində 300-dən çox kimyəvi element var ki, o da bir sıra xəstəliklərin müalicəsində faydalıdır. Hacı Seylon çayı digər çaylardan nə ilə fərqlənir? Keyfiyyəti ilə fərqlənir, seçimi ilə fərqlənir və Şri-Lanka torpaqlarında yetişdirilən kolların pöhrələrindən hazırlanır. Şri-Lanka hökuməti keyfiyyətinə əmin olmadığı heç bir məhsula bu keyfiyyət nişanının vurulmasına icazə vermir ki, bu da Hacı Seylon çaylarında var.
Bəs bunu hardan tapmaq lazımdır deyə sual versəniz, heç düşünmədən deyərik. Şəhərimizdə fəaliyyət göstərən Tayqa Store marketlər şəbəkəsində və eyni zamanda bir sıra marketlər şəbəkələrində bu çaydan seçib ala bilərsiniz. Yaşıl qablaşmada, qırmızı qablaşmada, ağ qablaşmada olan çaylar bir-birləri ilə fərqlənir. Çünki iri yarpaqlı sevənlər, xırda yarpaqlı sevənlər, tələsənlər üçün paket çaylar və xanımlar üçün yaşıl çaylar, bütün bunların hər biri məhz sizlər üçündür. Daha ətraflı məlumat əldə etmək istəsəniz, bu QR koda daxil ola bilərsiniz. Hacı Seylon çayları imtina edilməyəcək təklifdir və hər birinizin süfrənizdən ətirli, ləzzətli çay əskik olmasın. Böyük sevgilərlə. Verilişin baş sponsoru Hacı Seylon çayları. Verilişin baş sponsoru Hacı Seylon çayları. Ayaz müəllim, tənhalıq yükdür, yoxsa ki azadlıq? Qocalığın mənə yeganə verdiyi belə müsbət cəhət odur ki, mən artıq indi qadının cazibəsindən azadam. Niyə iqtisadi baxımdan kişi yararlanmır, qadın yararlanmır? Yəni bəzi şeylərdə elə yox. Şahmatda yox, məsələn. Görmüsünüz ki, məsələn, gedib şərq bölgəsində hansı İngilis, Alman gəlsin, dönər satsın, yaxud bir şeyləri süpürsün. Yox. Reklamlarımız bitdi, əziz tamaşaçılarımız. Biz Hacı Seylon çaylarının baş sponsorluğu ilə sizinləyik və Ayaz müəllim də Hacı Seylon çaylarını dadır və fikrini bildirir. Ayaz müəllimin fikirləri məncə ən obyektiv fikirlərdəndir. Çünki illərdir biz Ayaz müəllimin tənqidi təhlillərini çox eşitmişik. Ona görə də bunu səmimi bir tərif kimi qəbul edirik. Çox sağ olun Ayaz müəllim. Ayaz Salayev təbirincə desək, hər şey çox gözəldir, həyat çox gözəldir. Çoba buradan baxıram qız qalası. Hər gün fikirləşirsən, nə zaman tikilir, necə tikiblər, hansı məqsədlə, bu neçənci dövrə aiddir, gələcək haqqında düşünürsən. Yəni, ümumiyyətlə, öz-özünə insanın daxili aləmi, beynin işləyəndə bu öz-özlüyündə çox xoşbəxt bir yaşamaq tərsidir. Və belə çay içirsə, onun dadı, bu fikirlər, buna bax. Yəni, bu bir və sənətkar olanda elə bütün bunları öz təəssüratlarını əsərə bəxş edəndə. Ayaz müəllim, bugün desək ki, Ayaz Salayev hekayəsi yazılır və Ayaz Salayev hekayəsinin də müəllifi Ayaz Salayevin özüdür. O hansı janrı seçər? Onun həyat hekayəsinin janrı nədir, hansıdır? Psixoloji dram. Bunu bəslə. Psixoloji dram. Komediya deyir, yəqin ki, ümid edirəm. Nə komediyadır, nə faciədir, yəqin psixoloji, nə macəra filmidir, nə thrillerdir, nə qorxulu filmdir, yəqin psixoloji dramdır. Bütün əsərlərdə süjet xətti belə gedir. Başlanğıc, kulminasiya nöqtəsi, düşmək və sonluq. Yer gəlmişkən kardioqrammaya bənzədir. Kulminasiyadan soruşmayın. Aha, Ayaz Salayevin o hekayəsində, o süjet xəttində kulminasiya nöqtəsi... İnanmaq istəyirəm ki, hələ çatmayıb. Çatmayıb. Baxmayıb. Ayaz müəllim, insan kamilləşdikcə... İndi üzristən sözünüzü kəsirəm, müasir nəsil fikir verirsə, qocalığı bir qədər ləngidirlər, gecikdirirlər. Bəli. Yəni, yeri gəlmişkən 65 yaraşmır sizə. Siz belə təkcə mən yox, 65 yaşında hazırda bütün adamlar mənim kimi. Bir 50, 60, 70 mənə 65 yaşında adam artıq yaşlı bir adam idi, qoca bir adam idi. Ayaz müəllim, sevgi nədir? Sevgi yenidir. Sevgi kimisə özündən, mən elə düşünürəm, özündən çox sevəndə sevgi odur, mənim fikrimcə. Yəni, çox primitiv təyyarədə bir nəfərə, 2 nəfərə bir paraşüt sən, verirsən ki, sevgi.
Fədakarlıq. Bəli. Fədakarlıq. Bəli. Kimisə özündən çox sevəndə, kiminsə sən desən ki, məsələn, mənim ömrümdən al, ona ver, sevgi budur. Ayaz Salayev üçün olub, var elə bir ünvan. Bəli. Ayaz Salayev üçün elə bir ünvan. 4 övladım var. Sevgi. Ünvanı. Mənim fikrimcə, hər hansı bir insanın həyatında, mənim fikrim, onun sənəti, o nə isə yaradırsa, hər şeydən üstün olmalıdır. Məndən üstün. Amma sənəti də yaşadan ruhdur, ruhu da yaşadan qarşı tərəfin tamlığıdır. Təkcədir. Tamlığıdır. Mütləq yox. Tənha insan Mütləq yox. Nə qədər yarada bilər. Tənha tarixdə sənətkarlar vardı ki, tənhaydı. Nə qədər. Ayaz müəllim, tənhalıq yükdür, yoxsa ki, azadlıq? Azadlıq. Azadlıq. Belə bir böyük İspan rejissor vardı, Luis Buñuel. Axırda Xatirələr kitabını yazdı və deyib ki, qocalığın mənə yeganə verdiyi belə müsbət cəhət odur ki, mən artıq indi qadının cazibəsindən azadam. Azadam. Deyirlər, bu dünyada 3 fəlakət var. Qadın, yanğın, dəniz. Ayaz Salayev buna 4-cünü əlavə edərmi? Və yaxud bu üçünə münasibəti necədir? Qadın, yanğın, bir də dəniz, fəlakət. fırtına, dəniz, fırtına. Fırtına. Yox, mən burada bir ağıl, kəlamda bir hansı bir dərin məna görmürəm. Qadın fəlakətdir? Yox. Müəyyən dövrlərdə fəlakət, müəyyən dövrlərdə. Yəni, qadın ümumiyyətlə çox maraqlı bir mövzudur. Həm insanın həyatında, həm sənətdə, sənətin ən başlıca və Qobustandan tutmuş, fikir verin orada qadın. Qobustandan tutmuş qadın mövzusu incəsənətdə çox böyük rol oynayır, Təbii ki, qadın çox mürəkkəbdir və bütün əsərlərə baxsanız, poeziya, özdə bütün bu qərb poeziyasından tutmuş da, məsələn, Hafizin şeirlərinə qədər, yəni, məsələn, Sədinin şeirlərinə qədər. Qadın bir məqsəddir, bir unikal, o Mərxəyyamın əsərlərində, bu rübailərində o var. Qadın unikal bir incəsənətin unikal bir və ən başlıca mövzularından biridir. Ondan irəli gəlir ki, insan qadın vasitəsilə dünyaya göz açır. Bax, çox maraqlı bir məqama toxundunuz. Torpaq, vətən, qadın, bu hamısı. Ayaz müəllim, çox bir məqama toxundunuz. Bax, buna yeri gəlmişkən elə müdaxilə aydınlıq gətirmək istəyirəm. Siz bax, həm Qərb mədəniyyətinin qadına olan münasibətini, həm də rübailərdən danışıb Şərq mədəniyyətinin qadına olan münasibətini müqayisə edirsiniz. Bugün gənclik, bugün müasir, çağdaş insan, bugün Qərb mədəniyyətinin təzahürlərini özündə daşımağa cəhd göstərir. Və bu bizə nə verir? Şərq insanı daha həssasdır, daha sentimentaldır, daha suyvernidir, daha düşüncəlidir, daha humanitardır. Amma Qərb insanı daha konkretdir, daha hesablıdır, daha soyuqqanlıdır. Yəni Qərb sevgisi və Şərq sevgisi və bugün gənclik Qərb sevgisinə və Qərb münasibətinə üstünlük verir. Bu nədir? Bu bizim inkişafımızdır, yoxsa əksidir? Mən razı olmazdım ki, orada daha hər şey konkretdir, daha Fransız şairi, François Villon bir şeiri var ki, yəni ümumiyyətlə Avropa insanı o vaxt yaranırdı ki, məsələn, müasir Avropa insanı Hamletdən, Hamlet bilmir neynəsin, konkret deyil. Atasının ruhu deyir ki, sən get, qisas al. Amma o eləmir, o atasının ruhuna da inanmır. O özü həqiqəti bilmək istəyir, o bilmir sabah neynəyəcək. O deyib ki, zamanlar arasında əlaqə qırılıb. Bir Avgustin adında bir adam var idi, mütəfəkkir. Onun xatirələri var. O, orta əsrlər dövrüdür.
və o vaxt müasir Avropa insanında olur. O bilmir hara sabah gedəcək, o bir oteldədir. Həmin oteldə anası ölür. O baxır ki, gün batır və birdən başa düşür ki, bu gün belə batır və o təkrar olunmayan bir mənzərədir. Sabah tamamilə başqa cür olacaq, dünən başqa cür olub. Belə bir indiki zamanın, indiki anın, dəqiqənin dəyərini dərk edən bir insan doğulur. Yox, xeyr. Ziddiyyətlərlə qərb adamı, qərb ədəbiyyatında, incəsənətində insanı o ziddiyyətlərlə dolu bir varlıq kimi göstərmək, içində nifrət. Qadının güc səlahiyyətinin artmasına səbəb nədir? İqtisadi baxımdan, qadın artıq Niyə iqtisadi baxımdan kişi yararlanmır, qadın yararlanır? Səbəb? Ofisdə işləyəndə falan artıq həyat elə gətirilir ki, kişi ilə qadının yavaş-yavaş imkanları hər cəhət, yəni bəzi şeylərdə elə yox. Şahmatda yox, məsələn. Qadın heç vaxt kişilər arasında dünya çempionu ola bilməz və qadınlar arasında dünya çempionu, şahmat üzrə dünya çempiyonudur. Amma fikir verir, yazıcı qadınların sayı necə çoxalır. Rus ədəbiyyatının müasir ən maraqlı, hal-hazırda Rusiyada ədəbiyyatda ən maraqlı yazıçılar bilirsiniz, biz onu indi deyil, Ayaz bəy. Qadınların sayı artıq. Ayaz bəy, biz keçmişdə də istər qadın olsun, istər qərbdə olsun, istər şərqdə olsun, bayatını qadınlar oxuyur. Kişi bayatı oxuyurmu? Xeyr. Yox. Yəni o, bilirsiniz nədən qaynaqlanır? Bioloji varlıq olaraq qadının instinktiv xüsusiyyətlərindən. Qadın anadır, qadın həssasdır, qadın yaradandır, Tanrıdan sonra. Yox, müasir həyatda qadının rolu artır, xeyli artır. Biz ondan danışırıq, bayatıdan danışırıq. Rolu artır. Artıq qadın kişidən asılılığı gedir. O baxımdan da, bu baxımdan da siz əvvəldən nəyi soruşdunuz? Ki, münasibətlər, insan. Ona görə bu qərbdən gələn bir şeydir. Bu iqtisadiyyatdan, həyatın özündən gələn bir şeydir ki, bəli, həyat tərzi dəyişir və münasibətlər, məhəbbətin xarakteri dəyişir ki, siz onu qərbdən gələn bir şey adlandırırsınız. Bu qərbdən gələn bir şey deyil, bu həyatdan gələn bir şey, tərəqqidən gələn bir şey. Demək ki, elə bir hisslər, elə bir period, elə bir strateji xətt var ki, o bəşəridir, yəni onun üçün bəşəri. Və insan təbii ki, o ölkələrə tərəf baxır, orada tərəqqi var. Ən elementar ona görə ki, insan xəstələnəndə istəyir ki, normal bir xəstəxanaya geçsin, normal bir dərmanlar için və s. və s. Tərəqqi yenə də çox böyük rol oynayır. Ona görə tərəqqi də özü ilə belə şeyləri də gətirir. Tərəqqi özü ilə də insanlar arasında bu cür keçmişdə biraz yüngül görünə bilən münasibətlərini gəlir. Bu tərəqqinin də inkişafdır. İnkişafın qabağını almaq. Elə ölkələr var ki, o tərəqqinin qabağını almaq istəyirlər. Məsələn, Əfqanistan, məsələn, bəzi ərəb ölkələri. Nə olsa ora kim gedib yaşayır? Heç kim. Heç kim. Siz görmüşsünüz ki, Avropadan gəlsin, kimsə şərqdə küçələri süpürsün ya da zibil daşısın. Görmüşsünüz ki, məsələn, gelib şərq ölkəsində hansı İngilis, Alman gəlsin, dönər satsın, yaxud küçələri süpürsün. Yox. Elə şey var ya, amma əks olan şeylər çoxdur. Yəni tərəqqi. Kimsə biraz tezdir, kim də biraz gecikir, amma bu bir yoldur. Yoldur və bu yol çox uzun, çox paradoksal, çox təlakümlü bilirsiniz, mən bir şey deyim, özümüzdə cəsarət tapmalıyıq ki, o yeniliyi qəbul edək. Və görürəm ki, o cəsarət var adamlarda. İnsanlar çox asanlıqla, yəni Azərbaycanı, Bakını, belə bu regionları çox asanlıqla bu yeniliyi qəbul edirlər. Bizdə o problemi mən görmürəm. Ayaz müəllim, işarə edirlər bizə artıq bayaqdan zamanımız bitib. Mən sizə sonsuz təşəkkür edirəm. Çox sağ olun və Ayaz Salayevdən ancaq belə bir səmimi söhbət gözləmək olardı. İçdiyiniz çay Hacı Seylon çayıdır və bu Hacı Seylon çayından da biz sizə hədiyyə edirik. Çox sağ olun, minnətdaram. Bunu
aparırsınız sağ olun, evə, çox sağ olun, dəmləyirsiniz. çox sağ olun. Tələssəniz paket çay da var. Çox sağ Onu olun. da dəmləyib içirsiniz Çox sağ olun. və yazıb yaradırsınız. Çox sağ olun. Həyatınıza gələn o sevgini artırırsınız və günü-gündən cavanlaşırsınız, cavan oğlan. Çox sağ olun. Və sizə uzun ömür arzu edirik, gözəl sağ günlər arzu edirik. Çox sağ olun. Sağ olun əzizim. Sağ olun, minnətdarım. Çox Sağ olun. Beləliklə əziz tamaşaçılarımız, Xəzərin sahilində verilişini biz yekunlaşdırdıq və veriliş boyu sizin qarşınızda gözəl görünmək bizim üçün böyük bir məsuliyyətdir. Yeri gəlmişkən saçlarım və makiyaj və salonda olan bütün xidmətlərin hər biri Yasamalda yerləşən Luna Gözəllik Mərkəzinə aiddir və saçlarımı Afət xanım gözəl şəkildə vurub, düzəldib və sizin qarşınıza çıxardıb. Şəbnəm xanımı buradan salamlayıram və bol-bol uğurlar arzu edirəm. Verilişin baş sponsoru Hacı Ceylon çayları.